Peyğəmbər buyurur: "Yəmləullahu bihil ərdə qistan və ədlən kəmə muliət zulmən və cəvrən." Allah Teala İmam Məhdinin vasitəsilə yer üzünü ədalətlə dolduracaq. Necə ki, yer üzü zülmlə dolub. Yer üzündə zülm var, amma insanlar zülmün həqiqətini başa düşmürlər. Hətta bəziləri deyirlər ki, gedək bir iş görək ki, yer üzü zülmlə dolsun və İmam Zaman ağa zuhur etsin. Bu etiqad, bu düşüncə, bu təfəkkür düz deyil. Biz elə etməliyik ki, insanlar zülmün həqiqətini başa düşsünlər. İnsanlar üçün dünyada ən böyük zülm Əhl-i Beytdən uzaq düşməkdir. İmamlardan uzaq düşməkdir. İlahi rəhbərlərdən uzaq düşməkdir. Onları qətlə yetirməkdir. İnsanlar üçün ən böyük zülm zalim hakimlərin onlara hakim olmasıdır. Amma nə qədər insan bunu dərk edir? Nə qədər insan bunu başa düşür? İnsanları Allaha aparan yol ilahi rəhbərlərdir. Bəşəriyyətə nicat verən, bəşəriyyətin xilaskarı onlardır. Onlar da ancaq insanları şeytan sifət vampirlərdən nicat verənlər. Onlar insanları tərbiyə edərək heyvani xislətlərdən insani xislətlərə qaytarırlar. İnsanları öz pak fitrətlərinə qaytarırlar. İnsanlar zülmü başa düşsünlər deyə ilahi rəhbərlər meydana gəlirlər, zülmə qarşı mübarizə aparırlar. Zülm əleyhinə şüarlar səsləndirirlər. Bu səbəb olur ki, insanlarda oyanış baş versin. İnsanlar zülmü başa düşsünlər. İmam Hüseyn əleyhissalam Yezid lənətullahın zülmlərinə qarşı mübarizə aparmaqdan ötürü gəlir Kərbəlaya. Döyüş meydanına girir, Yezidin zülmlərinə qarşı şüarlar səsləndirir. Heyhat minnə zillə, zillət bizdən uzaqdır. Mənim kimilər Yezid kimilərə baş əyməzlər. Zillətlə yaşamaqdansa izzətlə ölməyi seçirəm mən. İmam Hüseyn əleyhissalam meydana girir, Yezidin zülmlərinə qarşı bu şüarları səsləndirir və bu yolda şəhadətə çatır, qanı tökülür. Bu səbəb olur ki, insanlarda oyanış baş versin, insanlar zülmü dərk etsinlər. O zaman da Yezidin zülmləri aşkar idi, amma İmam Hüseyn əleyhissalamdan Kərbəlada 72 nəfər qalır. İmam və 72 nəfər şəhadətə çatdıqdan sonra insanlar Yezidin zülmünə qarşı qiyam edirlər. İmamın şəhadəti səbəb olur ki, möminlərin qəlblərində heç vaxt sönməyəcək bir hərarət yaranır. İnsanların zülmü başa düşməyinin meyarı zülmdən mübarizə aparmaqdır. Düşmən səhv hesabatı ilə Seyyid Əli Xameneyini şəhadətə çatdırdı. Elə bildilər ki, Seyyid Əli Xameneyini şəhadətə çatdırmaqla öz çirkin mənfəətlərinə çatacaqlar. Amma bu şəhadət səbəb oldu ki, möminlərin öz imamlarına bağlılıqları daha da çoxalsın. Bu şəhadət səbəb oldu ki, dünyanın müxtəlif ölkələrində insanlar ayağa qalxsınlar, böyük şeytan Amerikanın və Siyonistin zülmlərinə qarşı mübarizə aparsınlar. Bu insanların cinayətkarlara qarşı ölüm şüarını səsləndirməyi və onlara qarşı mübarizəyə qalxmağının səbəbi onlara olunan bu böyük zülmlə barışmamalarına görədir. İnsanlar üçün ən böyük zülm ilahi rəhbərlərin qətlidir, ilahi rəhbərlərin şəhadətidir. İnsanların onlardan uzaq düşmələridir. Belə bir həssas dövrdə vicdanı ayıq olan insanlar gərək mövqe bildirsinlər.